Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçıları Aygün, Aslan ve Ceyran xanım yeni evə köçüblər. Onlar yeni evdən ilk dəfə Lalə ilə canlı yayım ediblər. Lalə Ceyranın onun arxasınca danışdığını deyib, Ceyran isə bunu təkzib edib. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. İştala qalmır valla o xaladan. Sən qəşəngsən, Aygün evi. Elə deməyin. Hər arasına görə gözəldir. Qızı var. Ceyran ana necəsən? Salam, ürəyim, sən necəsən? Ceyran bugün mən sənin haqqında gəlib bir-iki şeylər yazdılar. Dedim kimi deyirsinizsə deyin. Ceyran ana heç vaxt mənim haqqımda nəsə deməz. O məni çox istəyir. Mən nəyisə demişəm. Güya Esmiraya məndən danışmışsınız zaten. Dedim heç vaxt ola bilməz. Dedim Aygün danışar, amma Ceyran ana heç vaxt danışmaz. Aygün getməmişdi böyün efirə, ölmüşdü evdə. Mən getmişdim. Filə nə olmuşdu filə? Nə bilim, fildi də dombala qaçıb, mən nə bilim. Fil xortum atmadı. İkinci faz gecə şeydi, quyruq zad yiyib, nəsə yiyibdi o, tort zad yiyib gecə. Tortumun kusoku qalıb sizdə. Valla istəyəcəm tortun yarısını yer. Ay Allah'ım yarabbim. Sen Allah geceleri Sənin orada adım tutulmuyor, pes yemeşine demeyeyim, narahat olma. Bilirəm ana, bilirəm. Mənə 10 nəfər də gəlib desə heç vaxt inanmaram. Mən bilirəm sən məni çox istəyirsən. Sən sözlərə fikir vermə. Sən mamava inan. Yazırlar ki, dalaşırlar. Ola bilər Ceyran ana sizə gəlsin, zadsuz. Dedim Ceyran ana gəlsin, mənim qapım ona həmişə açıqdır. Yani orada 3 dəfə getmişəm, qonaq çağırıb getmişəm. Burada nə var ki? Ancaq xeyir işlərdə görüşəcəklər. Amin, amin, amin. Dünə fil xortumu atın. Fil xortumu atın bir dənə. Bir də Aygün, bir sən nə yazmışdılar? Yazmışlar ki, Aygün deyir ki, Lalə çox bədbaxt qadındır. Yazıq Aygün, ay Allah. Söhbətə fikir vermə. Özün necəsən? Mən səni gəldim gördüm. Mən niyə bədbaxt olan? Mən burada bu cürlə izləyicilərim var. Necədir, çiğnəm? Pota deyir gəlib evdə. Gecə yumurta çörək yeyir. Ziyan deyil yumurta. Şey yoxdur, o ürəyi nə istəyir, yesin. O mənim ürəyimdir. Adam elə ponçik uşağı ola, pota. Öpərsən mənim yerimə. Olar inşallah. Öpdüm. Daha öpdün, daha bəs azır. Hamını öpür. Paxıllanma, paxıllanma. Çox sağ ol. Qudurmayın da məni. Nazar etqəm yox da. Az qonaq getmişsiniz, yoxsa öz evizdəsiz? Xeyr, qonağıq. Qonaq deyil. Öz evimizdir. Əqrəb, bir dənə bahalı gəl, bu qız özündən çox razıdır. Bunun bir dənə adamı var, Meybil aləmidir, nə bilim, nə aləmidir. Aləmiz, lalıçqamız, canımız, gözümüz, mələyimiz. Laləni çox istəyənlər Lalə yazıb ürək qoysunlar da burada, xahiş edirəm. Laləni sevməyənlər Aygün tərəfə keçsin, bahalı gəlsin. Əqrəb, bahalı gəlsin. Bahalı deyə gedəsən, elə. Az mən, Allah haqqı, bunların tıkına quzu çəkərəm. Deyə atdı, uşaqlar atdılar. Yadigar bəy, çox sağ olun. O Allah'ından razıdır. Bəli, 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 Lalə, Aycan. Xoş günündə inşallah sizin də, nə? Səssizdə idim, yazanmırdım. Bıy, kim atmışdı sən səssizdə? Bizə bahalı gələndə belə. Şalar, Laloşum, Aycan, bax, bir dəqiqə, ekran tıkı başlayır da, indi PK başlayır. Başlayan kimi bir dənə ekran tıkımızı göstərək də buna ki, məşhur olmaq lazım deyil, sevilmək lazımdır bu TikTok'da, sevilmək. Sevilmək. Bella, xoş gəlir, Hüseyin, xoş gəlir. Məhəbbət, xoş gəldin. Nə tıklayın da, bir dənə tıklayın, görsün də. Gel tıklayın. Məhəbbət, Cavidan, xoş gəldiniz. Çox sağ ol, Allah ürəyinizə görə versin, inşallah. 2 qatıdır, inşallah, 2 qatıdır. Salam, Samir, salam, xoş gəldiniz. Kim atıb, bəs kim çıxmışsınız? Yox. Bu sizin qaldığınız evdir də, o dediyiniz. Yox, qonaq deyirəm. Ha. Mənim evim belə deyil axı. Həmişə pəncərənin qabağında oturmuram mən. Ha, bildim.
sevsin deyə. Gördün? Mən gözələm, mən gözələm. Gözəl qızdır, yerdə qalmaz. İndi nə qədər namizədlər var və seçim arasındadır. Mən Uduzalara xanım. Az gəldin, neçə gün bizdə qaldın. Heç mənim telefonuma zəng gəldi. Gördünmü harasa gedim kişdə bucaqda danışım. Çıxmasa da deyir ki, evdə adam var. Aşkım, Yalan sözən dilin çürüsün elə. Allah ki, buxağın çürüsün, Allah buxağın. bəxtini versin, bəxt gedən adamla. Hə, valla. Sən imkan verərsən ki, məni alsınlar. Pisliyə durmuşsan məni. 5 qadatsın bunu çiliyinə, belə divara yapışdım. Belə yerlə bir olsun, belə yapışdım. Yenə gəl. Ürək yaşlısı deməli sevir. Parfum. Ürək atma, adımıza söz çıxardarlar. Yadigar bəy, bu qız çox dedikoducu qızdır. Parfum at, o sırazı düşür. Ürək atıb, ürək atıbsa sevir. Hə, düşməni çöldə axtırmaq lazım deyil ki. Allah haqqı bundan bir kusok tort qalmışdı bizdə. Karıbkan açanda qorxdum ki, acın içindən çıxacaq ki, bu mənimdir. Tortu özü gətirdi, özü də yedi, özü də çıxdı getdi. Nə tərsə olmuşdu, orada bir kusok qalmışdı. Aybərdə, Allah haqqı hamıdan çox sən izləyirsən onları. Vallah, billah. 3 dənə vin yığmışam üstündə. Uşaq, axırıncı oyundur. Mən bir dənə gözəl qızla oynayacağım. Axırıncı oyundur. Xalid Nəsirli, xoş gəlmişsən. Necəsən, ay Xalid? Mənim köhnə izləyicilərin biri də gəldi. 3 dənə ürək atır, yəni sevgisini ürəklə bildirirdi. Ev. Adıma söz çıxartma sən mən canım. Bəsdir, acın. Çıqatdı uşaqlar, çıqatdı. Kalbim əllərdə atmayı, ona bir dənə maşın göndər. Ha vaxt demişəm məni bezdiriblər az. Az adama doğub üstünə atarsınız. Söhbət elədi, oxuyanlara fikir vermə. Sənə maşın atsın, sənə qatar atsın. Atır, o mənə ürəyini atır, bəsimdir. Ay Allah ya, vax, afərin qızıma. Görsən nə şey danışır. Başımızı qatdı, 2 qatı şey eləyənmədik qızlar, xəbəriniz var. Qalbi deyir, bəs eləyir mənə. Mən elə çox belə bahalı hədiyyələr sevmirəm. Mən xoşlayıram ki, xırda olsun, həmişə olsun. Yadigar müəllim, ona bir dənə qəşəng